Cəlilabadda bir neçə həftədir çiyələk yığımına başlanılıb. Örtülü şəraitdə becərilən məhsul fermerlərə bazara bir ay tez çıxmaq imkanı yaradır. Bu il havaların qeyri-sabit keçməsi səbəbindən yığım ötən illə müqayisədə təxminən 15 gün gecikib. Bununla belə məhsuldarlıq qənaətbəxşdir. Bu il havaların anormal keçməsi çiyələk təsərrüfatına da öz mənfi təsirlərini göstərib. Belə ki, bu mövsüm çiyələk yığımı təxminən ötən illə müqayisədə 15 gün gecikib. Bu özünü qiymətlərdə də göstərib. Belə ki, ötən ilin cari dövründə 2 manat 50 qəpiyə satılan çiyələk hazırda 3 manat 50, 3 manat 70 qəpiyə təklif olunur. Cəlilabad çiyələyinə təkcə yerli bazarda deyil, xaricdə, Rusiya və Qazaxstanda da tələbat var. Fermerlər məhsul bolluğuna çalışaraq əvvəlcə daxili bazarı təmin edirlər. İstəyirik ki, məhsul bolluğu yaradaq, məhsulumuzu hamı alıb yeyə bilsin. Birinci, daxili bazarlarımızı təmin edirik, sonra məhsul çoxaldıqca xarici bazarlara ixraca başlayırıq. Məhsuldarlıq bu illəri keçənlər nisbətən yaxşı görükürdü. Bizim elə bir ki, 10-15 gün anormal hava şəraiti geri atdı. Qiymətlər artsa da çiyələyə tələbat azalmayıb. Alıcılar məhsulun keyfiyyətindən razıdır. Tələbat var da, elə nubar məhsuldur. Ona görə alıcılıq qüvvəsi yaxşıdır ki, pisdir. Yəni, qiymətlər də elə uyğundur, elə baha dövrünü var da, bu xarici çox taxılmaz. Çöl mallar çıxmayıb da, hələ bu parnik malıdır. Çöl malı çıxandan sonra indi havalar qızındır, yaxşı olacaq. Fermerlər isə məhsulun bazarda sahədəki qiymətindən 2 qat baha satılmasından narahatdırlar. Onların fikrincə bu vəziyyət həm istehsalçıya, həm də alıcıya zərər vurur. Sahədə 3 manat 50 qəpiyə 9 ay becərdiyim çiyələyi satdığım halda marketlər 6-7 manata qoyur. Bu bizi də narahat edir. Bizim də öz vaxtımız yoxdur da biz 6-7 ay məhsul yığırıq. Ki vaxtımız yoxdur, hər gün məhsulumuzu aparaq bazarda özümüz sataq. Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirildi ki, kənd təsərrüfatı məhsullarının qiymətləri bazar prinsipləri ilə formalaşır. Qiymətlərin dövlət tərəfindən tənzimlənməsi nəzərdə tutulmur. Qeyd eləyək ki, bu il Cəlilabadda 650 hektar sahədə çiyələk əkilib və indiyədək 255 ton məhsul bazara çıxarılıb. Fermerlər daha əlverişli satış imkanlarının yaradılmasını, məhsulun real dəyərində alıcıya çatdırılmasını istəyirlər. Çünki torpaqda yetişən məhsulun dəyəri yalnız onun bazardakı qiyməti ilə ölçülmür. Ona sərf olunan zəhmətlə də ölçülür.